Salam hörmətli izləyicilərimiz. Aprel ayının 20-si növbəti maşın bazarı çəkilişimiz. Patamdart maşın bazarında başlayaq. İlk avtomobilimiz Chevrolet Cruze modelidir. Buraxılış ili 2016-cı ildir. Avtomobilin mühərrik 1.4 litrlik turbo benzin mühərrikdir. Maşının yürüşü 213.000 kilometr. Avtomobilin qiyməti 18.200 manat. Əlaqə nömrəsi 070 207 91 02. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Mən maşını sizə tam nümayiş edeyim. Lüku var. Qapıda açarsız daxil olması. Güzgüdə kör zona xəbərdarlığı. Salon qara dəri salondur. Güzgülər elektron tənzimlənən, bagajın salondan açılması. VIN kodu çəkirəm. İstəyən pauza verib götürüb baxa bilər. Oturacaqlar elektron tənzimlənən oturacaqlardır. İşıq sensoru var avtomobilin. Multi sükandır. Sükanda multimedia idarə olunması və cruise kontrolun idarə olunması. Avtomobilin toqquşma xəbərdarlığı var. Oturacaqların qızdırıcısı, 2 zonalı klimat kontrol kondisioner, monitor, arxa kamerası, start-stopla mühərrikin işə salınması və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Kia Forte modelidir. Avtomobilin buraxılış ili 2019-cu ildir. 2 litrlik sadə Dodge benzin mühərrikə təchiz olunub. Avtomobilin yürüşü 133.000 kilometr. Qiyməti 22.800 manat. Əlaqə nömrəsi 077 597 95 16. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Maşını sizə tam nümayiş edeyim. Arxa kamera. Salona baxaq. VIN kodu göstərəcəm sizə. Parça salondur. VIN kod. İstəyən pauza verib baxa bilər. Zolaq tutma funksiyası, multi sükan, sükanda multimedia və cruise kontrolun idarə olunması. İşıq sensoru var avtomobildə. 2 zonalı klimat kontrol kondisioneri, monitor, arxa kamera, sürüş rejimləri və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Hyundai Elantra modelidir. Avtomobilin buraxılış ili 2018-ci ildir. VIN kod 2019. 2 litrlik sadə benzin mühərrik, Dodge mühərrik və sadə sürətlər qutusu ilə təchiz olunub. 135.000 mil avtomobilin yürüşü var. Maşının qiyməti 22.000 manat. Əlaqə nömrəsi 010 250 11 16. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Maşına baxaq. Parça salon. VIN kodu çəkirəm. Multi sükandır. Sükanda multimedia və cruise kontrol, yəni avtopilotun idarə olunması var. Sadə kondisioner sistemi, kiçik monitor və digər funksiyalar, sürüş rejimləri mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Mercedes C240 modelidir. Avtomobilin buraxılış ili 2002-ci ildir. Mühərrik 2.4 litrlik benzin mühərrik. Avtomobilin yürüşü 278.000 kilometr. Qiyməti 11.000 manat. Avtomobilə real alıcı çıxdığı zaman qiymətdə razılaşmaq mümkündür. Əlaqə nömrəsi 051 990 36 22. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Lüku var avtomobilin. Salonuna baxaq. Dəri salondur. 4 şüşə qaldıran bagajın salondan açılması.
işıq sensoru var, güzgülər elektron tənzimlənən, fara yuyanlar, multiskan, skanda multimediya və bortavoy kompüterin idarə olunması, cruise control, yəni avtopilotu avtomobilin, 2 zonalı klimat kontrol kondisioneri, Android monitor, arxa kamera, oturacaqların qızdırıcısı mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Buick A115 modelidir. Avtomobilin buraxılış ili 2014-cü ildir. Mühərrik 1.5 litrlik benzin mühərrikdir. Avtomobilin yürüyüşü 62.300 kilometr. Qiyməti 11.900 manat. Əlaqə nömrəsi 050 785 44 22. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Avtomobilin heç bir detalına rəng dəyməyib. Üzərində bir-iki yerdə yüngül, batıq, cızıq, yəni belə kosmetik şeylər var. Lüku var. Avtomobilin salonuna baxaq. Güzgülər elektron tənzimlənən və qatlanan güzgülərdir. Multiskan, skanda multimediya idarə olunması, qara dəri salondur avtomobil. İşıq sensoru var. 2 zonalı, yox, 1 zonalı, üzr istəyirəm, klimat kontrol kondisioneri, monitor, arxa kamera və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Hyundai Elantra modelidir. Avtomobilin buraxılış ili 2014-cü ildir. Mühərriki 1.8 litrlik benzin mühərrik. Avtomobilin yürüyüşü 158.000 kilometr. Qiyməti 22.000 manat. Əlaqə nömrəsi 051 776 13 31. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Maşını sizə tam nümayiş edeyim. Lüku var avtomobilin. Güzgülər elektron tənzimlənən və qatlanan güzgülər. Multiskandır, skandan multimediya idarə olunması və cruise control, yəni avtopilotun idarə olunması var. Avtomobilin həm işıq sensoru, həm yağış sensoru var. 2 zonalı klimat kontrol kondisioneri, Android monitor, arxa kamera və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Ford Fusion modelidir. Avtomobilin buraxılış ili 2012-ci ildir. Mühərrik 1.6 litrlik benzin mühərrikdir. Avtomobilin yürüyüşü 250.000 kilometr. Qiyməti 16.000 manat. Əlaqə nömrəsi 050 498 59 59. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Arxa kamerası avtomobilin. Lüku var. Qapıda kodla, yəni açarsız daxil olması. Oturacaqların yaddaş paketi, 3 ədəd yaddaş paketi var. Güzgülər elektron tənzimlənən güzgülərdir. Qara dəri salon. Oturacaqlarda elektron tənzimlənən oturacaqlar. VIN kodu qeyd edirəm, istəyən baxa bilər. Avtomobilin işıq sensoru var. Multiskan, skanda multimediya və cruise control, yəni avtopilotun idarə olunması. Bagajın salondan açılması. Çəkmişəm VIN kodu, narahat olmayın. Multimediya sistemi, 2 zonalı klimat kontrol kondisioneri, oturacaqların qızdırıcısı, monitor, arxa kamera və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Hyundai Santa Fe modelidir. Avtomobilin buraxılış ili 2008-ci ildir. Maşının mühərriki 2.7 litrlik benzin mühərrikdir. Kiçik burada yüngül qəzası var. 229.000 kilometr orijinal yürüyüşü, probeqi 4 çəkəndir. 18.000 manat avtomobilin qiyməti. Əlaqə nömrəsi 070
883 93 53. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Avtomobilin lüku var. Xahiş edirəm olar. Güzgülər elektron tənzimlənən və qatlanan güzgülərdir. Oturacaqlar elektron tənzimlənən oturacaqlar. Qara dəri salon. Avtomobildə multisükan 7 nəfərlik salondur. Multisükan, sükanda multimedia idarə olunması və cruise control, yəni avtopilotun idarə olunması var. İşıq sensoru var. Avtomobilin 2 zonalı klimat kontrol kondisioneri, oturacaqların qızdırıcısı, monitor, arxa kamera və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Kia Optima modelidir. Avtomobilin buraxılış ili 2015-ci ildir. Mühərrik 2 litrlik turbo benzin mühərrikdir. Avtomobilin yürüşü 100.000 mil. Maşının qiyməti 25.200 manat. Əlaqə nömrəsi 051 301 28 29. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Avtomobilə tam baxaq. Arxa kamerası, arxa parktroniklər, damı tam panoramik lük, tavan, qapıda açarsız daxil olma, güzgüdə kör zona xəbərdarlığı, qara dəri salon, oturacaqlar elektron tənzimlənən oturacaqlar, 2 ədəd yaddaş paketi oturacaqların, güzgülər elektron tənzimlənən və qatlanan, Infinity səs sistemi, VIN kodu çəkirəm, istəyən baxa bilər. Multisükan, sükanda multimedia idarə olunması, cruise kontrolun, yəni avtopilotun idarə olunması var. İşıq sensoru var. Avtomobilin sükanın arxasında Tiptronikin idarə olunması üçün mənfi müsbət kəpənəklər. 2 zonalı klimat kontrol kondisioneri, avtomobilin oturacaqların qızdırıcısı və soyuducusu, qabaq oturacaqların, arxa oturacaqların qızdırıcısı da var. Start-stopla mühərrikin işə salınması, monitor, arxa kamera, bluetoothla audio sistemə qoşulma var. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil yenə Hyundai Elantra modelidir. Avtomobilin buraxılış ili 2015-ci ildir. VIN kod 2016. Maşın 1.8 litrlik Dodge benzin mühərrikə təchiz olunub. Yürüşü 154.000 mil. Avtomobilin qiyməti 20.500 manat. Əlaqə nömrəsi 055 490 80 76. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Avtomobilin cəmi bir detalında rəng var. Digər bütün detallar tam beskraskadır. Grandeur disklər üzərində, təzə təkərlər. Salona baxaq. Güzgülər elektron tənzimlənən güzgülər, Eco aktiv funksiyası. Sükanda yalnız cruise kontrolun, yəni avtopilotun idarə olunması var. Sadə kondisioner sistemi, sadə multimedia sistemi. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil yenə Hyundai Elantra modelidir. Avtomobilin buraxılış ili 2013-cü ildir. Mühərrik 1.6 litrlik dizel mühərrikdir. Avtomobilin yürüşü 250.000 kilometr. Avtomobilin heç bir detalına rəng dəyməyib. Qiyməti 20.800 manat. Əlaqə nömrəsi 050 318 42 26. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Salona baxaq. Qara dəri salondur. Avtomobilin salonu güzgülər elektron tənzimlənən və qatlanan güzgülərdir. Sükanın qızdırılması var, avtostop funksiyası var. Multisükan, sükanda multimediyanın idarə olunması. İşıq sensoru var. Avtomobilin 2 zonalı klimat kontrol kondisioneri, oturacaqların qızdırıcısı, monitor, arxa kamera və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur.
Növbəti avtomobil Toyota Prius modelidir. 30 kuza. Avtomobilin buraxılış ili 2010-cu ildir. Maşının mühərriki 1.8 litrlik hibrid benzin mühərrik. Yürüşü 280.000 mildir. Avtomobilin qiyməti 14.300 manat. Əlaqə nömrəsi 050 457 08 55. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Avtomobilin üzərinə 4 ədəd təzə təkərlər alınıb qoyulub. ABS-i yeni dəyişdirilmişdir. Qapıda açarsız daxil olması. Multisükandır. Sükanda multimedian və cruise control, yəni avtopilotun idarə olunması var. Güzgülər elektron tənzimlənən. Klimat kontrol kondisioneri, multimedia sistemi və start-stopla mühərrikin işə salınması. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Maşının sahibi qeyd edir ki, real alıcı olduqda avtomobilə endirim ediləcək. Təşəkkür edirik. Sağ olun. Növbəti avtomobil Kia Optima modelidir. Avtomobilin buraxılış ili 2017-ci ildir. Maşının mühərriki 2 litrlik hibrid benzin mühərrikdir. Avtomobilin yürüşü 127.000 mil. Maşının qiyməti 23.000 manat. Əlaqə nömrəsi 070 695 95 36. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Maşını sizə tam nümayiş edeyim. VIN kodu çəkəcəm. Avtomobilin VIN koduna baxa bilərsiniz. Qapıda açarsız daxil olma. Təkərləri təzədir avtomobilin. Parça salon. Güzgülər elektron tənzimlənən. VIN kodu çəkirəm. Multisükandır. Sükanda multimedianın və cruise control, yəni avtopilotun idarə olunması var. 2 zonalı klimat kontrol kondisioneri, start-stopla mühərrikin işə salınması, işıq sensoru var, kiçik monitor, arxa kamera, sürüş rejimləri və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Mercedes E320 modelidir. Avtomobilin buraxılış ili 2004-cü ildir. Mühərrik 3.2 litrlik CDI dizel mühərrik. Avtomobilin yürüşü 400.000 kilometr. Maşının qiyməti 15.500 manat. Əlaqə nömrəsi 050 602 26 73. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Avtomobilin arxa kamerası, arxa parktronikləri var. Avantgard modeldir. Lüku var. Salona baxaq. Kombinə olunmuş dəri salon olmalıdır. Güzgülər elektron tənzimlənən, işıq sensoru var. Avtomobilin multisükandır. Sükanda multimedianın idarə olunması, cruise kontrolun idarə olunması var. Yəni cruise kontrol, Bartavoy kompüterin idarə olunması sükandan, Android monitoru, arxa kamerası, oturacaqların qızdırıcısı və soyuducusu var. 2 zonalı klimat kontrol kondisioner. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Hyundai Elantra modelidir. Buraxılış ili avtomobilin 2016-cı ildir. VIN kod 2017 göstərir. 2 litrlik Dodge benzin mühərrikə təchiz olunub. Avtomobil yürüşü 123.000 mil. Əlaqə nömrəsi üzr istəyirəm, qiyməti 25.500 manat. Əlaqə nömrəsi 050 428 28 41. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Mən maşını sizə tam nümayiş edeyim. Lüku var avtomobilin. Qapıda açarsız daxil olma. Güzgüdə kör zona xəbərdarlığı. Zavodskoy kantı üstündə. Salona baxaq. Dəri salon. Avtomobildə oturacaqlar elektron tənzimlənən oturacaqlar. Yaddaş paketi var 2 ədəd. Güzgülər elektron tənzimlənən güzgülər. VIN kodu çəkirəm. İstəyən baxa bilər. Zolaqın içində dayanma funksiyası, kör zonanın düyməsi,
işıq sensoru var. Avtomobilin multiskandır, skanda multimediyanın və cruise kontrol, yəni avtopilotun idarə olunması var. 2 zonalı klimat kontrol, kondisioner, start-stopla mühərrikin işə salınması, monitor, arxa kamera, oturacaqların qızdırıcısı və sürüş rejimləri. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil yenə Hyundai Elantra'dır. Bu dəfə çoxlu Elantra çəkmişəm. Buraxılış ili 2016-dır. VIN kod 17. Avtomobilin mühərriki 2 litrlik Dodge benzin mühərrik. Yürüşü 56.000 mil. Avtomobilin qiyməti 26.500 manat. Əlaqə nömrəsi 055 890 80 11. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Polnu full modeldir. Lüku var. Qapıda açarsız daxil olması. Güzgüdə kör zona xəbərdarlığı. Qara dəri salon. Oturacaqlar elektron tənzimlənən oturacaqlar. VIN kodu çəkirəm. İstəsəz baxa bilərsiniz. Oturacaqların 2 ədəd yaddaş paketi, güzgülər elektron tənzimlənən, kör zonanın düyməsi və zolaqda saxlama funksiyası, işıq sensoru var. Avtomobilin multiskan, skanda multimediyanın və cruise kontrol, yəni avtopilotun idarə olunması var. Bütün oturacaqların qızdırıcısı var, həm qabaq, həm arxa oturacaqların. 2 zonalı klimat kontrol, kondisioneri, monitor, arxa kamera və start-stopla mühərrikin işə salınması. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Ford Fusion modelidir. Avtomobilin buraxılış ili 2017-ci ildir. Mühərrik 1.5 litrlik turbo benzin mühərrikdir. Maşının yürüşü 140.000 mil. Avtomobilin qiyməti 18.000 manat. Əlaqə nömrəsi 051 304 12 21. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Maşına tam baxırıq. Arxa kamerası, arxa parktroniklər. Qapıda kodla daxil olma, yəni açarsız daxil olma var. Parça salon. Oturacaqlar elektron tənzimlənən oturacaqlardır. VIN kodu çəkirəm, istəyən baxa bilər. Avtomobilin işıq sensoru var. Multiskandır, skanda multimediya idarə olunması və cruise kontrol, yəni avtopilotun idarə olunması var. Sürətlər qutusu joystick formasında, elektron ələyləci, auto-off funksiyası var. Yəni mühərrikin svetoforda sönməsi, 2 zonalı klimat kontrol, kondisioner, start-stopla mühərrikin işə salınması, monitor, arxa kamera və s. funksiyalar mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil JAC T8 modelidir. Pick-up. Buraxılış ili 2022-ci il. 2 litrlik kompresor dizel mühərriklə təchiz olunub. Avtomobilin 90.000 kilometr yürüşü var. Qiyməti 30.000 manat. Qiymətdə razılaşma olar. Əlaqə nömrələrini qeyd edirəm. 050 968 37 59 və növbəti nömrə 070 538 09 00. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Avtomobil razdatka iləndir, 4 çəkəndir. Qapıda açarsız daxil olma. Kərpic rəngində dəri salon, güzgülər elektron tənzimlənən və qatlanan güzgülərdir. Multiskan, skanda multimediyanın və cruise kontrol, yəni avtopilotun idarə olunması var. Start-stopla mühərrikin işə salınması, Android monitor, arxa kamerası, kondisioner sistemi, razdatkası, mexaniki sürətlər qutusu və s. funksiyalar. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Kia K3 modelidir. Avtomobilin buraxılış ili 2015-ci ildir. 1K-da, yəni 2015-dir. Texpasport 2014.
Avtomobilin motoru 1.6 litrlik dizel mühərrik, yürüyüşü isə 245.000 kilometr. Avtomobilin qiyməti 21.300 manat. Əlaqə nömrəsi 070 645 02 02. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Biz maşına tam baxaq. Lüku var. Qapıda açarsız daxil olma. Qara dəri salon. Oturacaqlar elektron tənzimlənən oturacaqlar. VIN kodu çəkirəm. 2 ədəd yaddaş paketi, oturacaqların, güzgülərin elektron tənzimlənməsi və qatlanması, eko aktiv funksiyası, sükanın qızdırılması və avtostop funksiyası var. Multisükan, sükanda multimedia idarə olunması, cruise control, yəni avtopilotun idarə olunması, həmçinin Bartolo kompüterin idarə olunması, telefona cavab verilməsi. Oturacaqların 4-ünün də qızdırıcısı var. Qabaq oturacaqların həmçinin soyuducusu mövcuddur. 2 zonalı klimat kontrol kondisioner, sadə monitor, arxa kamera və start-stopla mühərrikin işə salınması. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Hyundai Accent modelidir. Avtomobilin buraxılış ili 2020-ci ildir. 1.6 litrlik benzin mühərrikə təchiz olunub. Avtomobil servis maşınıdır. 209.000 kilometr maşının yürüyüşü var. Qiymət 20.000 manat ilkin qiymətdir. Alıcı ilə razılaşmaq olar. Əlaqə nömrəsi 050 701 35 19. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Maşının salonuna baxaq. Ümumi maşına, yəni baxış keçirdək. Güzgülər elektron tənzimlənən güzgülərdir. Parça salon, multisükan, sükanda multimedia idarə olunması və cruise control, yəni avtopilotun idarə olunması var. Oturacaqların qızdırıcısı, sadə kondisioner sistemi, sadə multimedia sistemi. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Hyundai Elantra modelidir. Avtomobilin buraxılış ili 2014-cü ildir. VIN kod 2015. Maşının mühərriki 1.6 litrlik dizel mühərrikdir. Yürüyüşü 240.000 kilometr. Avtomobilin qiyməti 21.500 manat. Əlaqə nömrəsi 070 242 58 52. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Avtomobilin arxa kamerası, parktroniklər arxada var. Qapıda açarsız daxil olma. Qara dəri salon. Güzgülər elektron tənzimlənən və qatlanan güzgülərdir. Sükanın qızdırılması var. Avtostop funksiyası. Multisükandır. Sükanda multimedianın idarə olunması və cruise control, yəni avtopilotun idarə olunması var. İşıq sensoru var. Avtomobilin 2 zonalı klimat kontrol kondisioneri, oturacaqların qızdırıcısı, start-stopla mühərrikin işə salınması, Android monitor, arxa kamera və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Növbəti avtomobil Toyota Camry modelidir. Avtomobilin buraxılış ili 2013-cü ildir. VIN kod 2013, texpasportda isə 2012-ci il qeyd olunub. 2.5 litrlik benzin mühərriklə təchiz olunub. Maşının 187.000 kilometr yürüyüşü var. Qiyməti 23.500 manat. Əlaqə nömrəsi 051 994 33 33. Ətraflı məlumat üçün əlaqə saxlamağınız xahiş olunur. Maşını sizə tam nümayiş edeyim. Salona baxaq. Kombinə olunmuş dəri salondur. Oturacaqlar elektron tənzimlənə oturacaqlar. VIN kodu çəkirəm. İstəyən pauza verib götürüb baxa bilər. Amerika maşınıdır. Güzgülər elektron tənzimlənən güzgülər. Multisükan, sükanda multimedia idarə olunması var.
İşıq sensoru var avtomobilin. Sadə kondisioner sistemi, monitoru, arxa kamerası və s. funksiyaları mövcuddur. Cruise control, yəni avtopilotu var. Sükanın arxasında plus minus kəpənəklər, hansı ki Tiptronikin idarə olunması üçün istifadə olunur. Ətraflı məlumat üçün əlaqə saxlamanızı xahiş edirik. Növbəti avtomobil Mercedes E200 modelidir. Avtomobilin buraxılış ili 2010-cu ildir. 1.8 litrlik benzin mühərriklə təchiz olunub. 2015-ci il AMG modelə yığılmışdır və texpasportunda da qeyd olunub. Yürüşü 220.000 kilometr, avtomobilin qiyməti 27.500 manat. Əlaqə nömrəsi 050 997 07 96. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Arxa parktroniklər, damı tam panoramik lükdür, tavan. Qapıda açarsız daxil olma, 4 qapının 4-ündə də var. Kombinə olunmuş dəri salon, oturacaqlar elektron tənzimlənən oturacaqlardır. İşıq sensoru var. Avtomobilin multisükandır. Sükanda multimedian və bortavoy kompüterin idarə olunması var. Üzr istəyirəm. Cruise control, yəni avtopilot. Sükanın arxasında müsbət və mənfi kəpənəklər Tiptronikin idarə olunması üçün. 2 zonalı klimat kontrol, kondisioner, oturacaqların qızdırıcısı, monitor, arxa kamerası və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Bir də Harman Kardon səs sistemi. Növbəti avtomobil Skoda Super B modelidir. Avtomobilin buraxılış ili 2012-ci ildir. Mühərrik 1.8 litrlik turbo benzin mühərrik. Avtomobilin yürüşü 188.000 kilometr, qiyməti 12.000 manat. Ətraflı məlumat üçün 050 409 28 88 nömrəsi ilə əlaqə saxlamanız xahiş olunur. Salonuna da baxaq. Avtomobilin parça salon, güzgülər elektron tənzimlənən və qızdırılan güzgülərdir. İşıq sensoru var. Multisükan avtomobildə. Kondisioner klimat kontroldur. Sadə multimedia sistemi, avtomat sürətlər qutusu. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Kia Sorento modelidir. Avtomobilin buraxılış ili 2019-cu ildir. Mühərrik 2 litrlik turbo dizel mühərrikdir. Avtomobilin yürüşü 150.000 kilometr, maşının qiyməti 37.500 manat. Əlaqə nömrəsi 055 725 97 77. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Avtomobilin arxa kamerası, arxa parktroniklər, qapıda açarsız daxil olması, qara dəri salon, güzgülər elektron tənzimlənən və qatlanan güzgülərdir. Zolaq tanıma funksiyası var. Multisükan, sükanda multimedianın idarə olunması və cruise kontrolun, yəni avtopilotun idarə olunması var. Avtomobilin işıq sensoru da mövcuddur. 2 zonalı klimat kontrol kondisioneri, oturacaqların qızdırıcısı, monitor, arxa kamera, sürüş rejimləri, avtostop funksiyası və start-stopla mühərrikin işə salınması. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Ford Fusion modelidir. Avtomobilin buraxılış ili 2017-ci ildir. Mühərrik 1.5 litrlik turbo benzin mühərrikdir. Avtomobilin yürüşü 145.000 kilometr. Qiyməti 17.700 manat. Əlaqə nömrəsini qeyd edirəm. 055 743 56 56. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Mən maşını sizə tam nümayiş edeyim.
Qapıda kodla daxil olma. Baxa bilərsiniz. Parça salondur. Oturacaqlar, elektron tənzimlənə oturacaqlar. Win kodu çəkirəm, istəyən pauza edib götürüb baxa bilər. Multi sükandır, sükanda multimedia idarə olunması, cruise control, yəni avtopilotun idarə olunması var. İşıq sensoru var avtomobilin. Sükanın arxasında plus minus kəpənəklər, tiptronikin idarə olunması üçün, start stopla mühərrikin işə salınması, joystick formasında sürətlər qutusu başlığı, elektron ələyləci, 2 zonalı klimat kontrol, kondisioner, monitor, arxa kamerası və s. funksiyalar mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Hyundai Sonata modelidir. Avtomobilin buraxılış ili 2013-cü ildir. Mühərrik 2 litrlik turbo benzin mühərrikdir. Avtomobilin yürüşü 223.000 kilometr, maşının qiyməti 21.000 manat. Əlaqə nömrəsi 055 218 64 64. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Mən sizə avtomobili tam nümayiş edeyim. Damı tam panoramik lükdür. Qapıda açarsız daxil olma. Qara dəri salon. Oturacaqlar elektron tənzimlənən. Win kodu çəkirəm. Kimsə istəsə baxa bilər. Infinity səs sistemi, güzgülər elektron tənzimlənən. Tam bez kraskadır. Heç bir detalına əlavə rəng değməyib. Eko aktiv funksiyası, multi sükan, sükanda multimedia idarə olunması, cruise control, yəni avtopilotun idarə olunması var. Avtomobilin işıq sensoru mövcuddur. 2 zonalı klimat kontrol kondisioneri, oturacaqların həm qızdırıcısı, həm soyuducusu var. Arxa oturacaqların da qızdırıcısı mövcuddur. Monitoru, arxa kamerası, start stopla mühərrikin işə salınması və sükanın arxasında plus minus kəpənəklər, tiptronikin idarə olunması üçün. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Chevrolet Equinox modelidir. Avtomobilin buraxılış ili 2019-cu ildir. Mühərrik 1.5 litrlik turbo benzin mühərrikdir. Avtomobilin yürüşü 97.000 mil. Qiyməti 22.500 manat. Əlaqə nömrəsi 055 759 49 48. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Avtomobilin arxa kamerası, arxa parktronikləri, 4 qapının 4-ündə də açarsız daxil olma düyməsi, kör zona xəbərdarlığı, güzgülər elektron tənzimlənən, parça salon, oturacaqlar elektron tənzimlənən. Win kodu çəkirəm, istəyən baxa bilər. İşıq sensoru var. Avtomobilin multi sükandır. Sükanda multimedian və cruise kontrolun, yəni avtopilotun idarə olunması var. 4 çəkəndir. 4 çəkən modeldir. Avtomobil 2 zonalı klimat kontrol kondisioner, oturacaqların qızdırıcısı var. Elektron ələyləci, all wheel drive var. 4 çəkəndir, düzdür. Start stopla mühərrikin işə salınması, monitor, arxa kamera və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Kia Sorento modelidir. Avtomobilin buraxılış ili 2015-ci ildir. Mühərrik 2 litrlik dizel mühərrikdir. Avtomobil 5 yerlik modeldir. 360.000 kilometr maşının yürüşü var. Avtomobilin qiyməti 29.500 manat. Əlaqə nömrəsi 051 703 97 17. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Arxa kamerası, arxa parktronikləri. Salona baxaq. Qapıda açarsız daxil olma. Qara dəri salon. Avtomobildə güzgülər elektron tənzimlənən və qatlanan güzgülər.
multisükan, sükanda multimediyanın və cruise control, yəni avtopilotun idarə olunması var. Avtomobilin işıq sensoru var. Deməli, auto off funksiyası, sürüş rejimləri, 2 zonalı klimat kontrol, kondisioner, oturacaqların qızdırıcısı, bütün oturacaqların qızdırıcısı var, sükanın qızdırılması, start stopla mühərrikin işə salınması, monitor, arxa kamera və s. funksiyaları mövcuddur. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Kia Optima modelidir. Avtomobilin buraxılış ili 2014-cü ildir. Mühərrik 2 litrlik turbo benzin mühərrikdir. Avtomobilin yürüşü 207.000 kilometr. Tam full modeldir. Qiyməti 22.800 manat. Əlaqə nömrəsi 050 534 89 28. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Arxa kamerası, arxa parktroniklər, damı tam panoramik lük, tavan, qapıda açarsız daxil olma, güzgülərdə kör zona xəbərdarlığı, salon kərpic rəngində dəri salondur, oturacaqlar elektron tənzimlənən oturacaqlar, VIN kodu çəkirəm, istəyən baxa bilər, 2 ədəd yaddaş paketi, güzgülər elektron tənzimlənən və qatlanan güzgülər, Infinity səs sistemi, avtomobildə sükanın qızdırılması, multisükandır, sükanda multimediyanın və cruise control, yəni avtopilotun idarə olunması, sürüş rejimləri düyməsi burada, avtomobilin işıq sensoru var, bütün oturacaqların qızdırıcısı var, qabaq oturacaqların həm qızdırıcısı, həm soyuducusu mövcuddur, elektron ələyləci, auto hold funksiyası, 2 zonalı klimat kontrol, kondisioner, monitor, arxa kamera, bluetoothla audio sistemə qoşulma və mühərrikin start-stop düyməsi ilə işə salınması. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Növbəti avtomobil Toyota Auris modelidir. Avtomobilin buraxılış ili 2010-cu ildir. Mühərrik 1.4 litrlik dizel mühərrikdir. Avtomobilin yürüşü 350.000 kilometr. Maşının qiyməti 14.700 manat. Əlaqə nömrəsi 050 534 89 28. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur. Maşının salonuna da baxaq. Parça salon, güzgülər elektron tənzimlənən və qatlanan güzgülərdir. Multisükan var avtomobildə. Mexaniki sürətlər qutusu, 2 zonalı klimat kontrol, kondisioner, sadə multimedia sistemi. Ətraflı məlumat üçün əlaqə saxlamanız xahiş olunur.